Bugün Azərbaycanın baş prokuroru Kəmran Əliyevin 60 illik yubileyidir. Cənab Əliyev 1965-ci ilin bugünü Balakən rayonunda doğulub. Kəmran Əliyev 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunub. 90-93-cü illərdə keçmiş SSR Baş Prokurorluğunun Elmi Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspiranturada təhsil alıb, eyni zamanda həmin müəssisədə elmi işçi vəzifəsində çalışıb. 93-cü ildən həmin institutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar İdarəsinin prokuroru, Elmi Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində müstəntiq və böyük müstəntiq, Baş Prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı mübarizə idarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı mübarizə baş idarəsinin rəisi təyin edilib. İkinci dərəcəli dövlət ədliyyə müşaviri ailə xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan bayrağı, 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə ikinci dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, Avropa Şurasının korrupsiya qarşı mübarizə aparan dövlətlər qrupunda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə antikorrupsiya şəbəkəsinin İstanbul fəaliyyət planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının milli koordinatorudur. Azərbaycan Respublikası Prezidentinin 1 may 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokuroru təyin edilib. Bir Xəbər Medianın rəhbərliyi və kollektivi adından Kəmran Əliyevi yubiley münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı və yorulması fəaliyyətində uğurlar